Ben Mamedov Əzzamin Yunusov, Bərdər rayon Məradalı kəndində yaşayıram. Kəlbəcər rayonundan keçmiş məcburi köçkünəm. Mənim ümumi çıxış etməkdə məqsədim son vaxtlar sosial şəbəkələrdə bəzilərinin rayon polis əməkdaşlarının qarayama kampaniyası aparması mənim fikrimlə xoşa gələn deyil. Bir vətəndaş kimi, bir insan kimi, ictimai fəal kimi, bir ağsaqqal kimi mən də fikrimi bildirmək istəyirəm ki, bu insanlar düzgün düşünməlidir ki, polis dövlətin sunudur. Necə olur ki, birinlə dalaşanda, bir problemin olanda, bir yerə gedə bilməyəndə dərhal polisi çağırırsan, hörmətli polislərimiz gəlir, həm hadisə yerə. Onda bunlar yaxşı olur, amma belə də kimsə ağlı kəsən bir söz deyir kimi tez ona qarayaqma nə yaxşı olur. Azərbaycan polisinə ləkə atmaq lazım deyil. Bəlkə də deyərdim ki, yeganə dünya səviyyəsində də nazir, hörmətli vilayət Eyvazovdur ki, 3 gün, 2 gün oturur, 3 gün, 400 adamı qəbul edir. Və probleminin 90%'in onların asıl olanlar 90% yerində həll olur, 5-10%'in aidiyyatı üzrə diğer tərəfləri göndərir. Mən Kəlbəcər rayonuna sahibkar kimi gedib gəlirəm, ora gelmişim. Mən Tərtər yolunda, Ağdam yolunda, Xocalı, Laçın, Şuşa, Xankəndi, Kəlbəcər polislərinin rastlaşırıq. Həqiqi mənada sənədlərə baxandan sonra o qədər səmimi qaydada, o qədər insani qaydada yaxşı yol, uğurlu yollar deməsi, nə qulluq edək deməsi danılmaz faktdır. Evde 5 uşaq olur, biri narkoman olur, biri alkaş olur. Bu tərbiyə 5 uşağın üçün tərbiyə eləmək olmur, bu məlumdur. Necə olur ki, bu boyda polis idarə olur, özdə layiqinca, layiqli. Mən ümidvaram ki, bəzi kütləvi informasiya vasitələri qarayama kampaniyalarına son qoyacaq, Azərbaycan polisini ləkələməkdən əl çəkəcəklər. Onlar içində nöqsanı olan da olar. Bəli, Cənab Nazirimizdən diqqətinə də həmin nöqsanı olanı çatıranda neçəsi işindən azad edir. Bu tanınmazdır, bu reallıqdır. Mən Bərdər rayonunda yaşayıram. Yaşadığım üçün Tərtərlərdə məlumatım var. Əgər statistikaya baxan məlumata baxan, necə olur ki, əvvəlki rəis bunu danılmadan deyilən, işləyən vaxtı bir ildə nə qədər narkotik maddə tutulub, amma dünənlərin 4 kilo tutulub. Bunu qiymətləndirmək lazım. Bərdədə artıq yoxdur. Bunu bilmək lazımdır, bunu qiymətləndirmək lazımdır. Bunu qiymətləndirməyən, Azərbaycan polisinin başı ağrıyanda çağıran, indi ona qarayaqma kampaniyasına başlayır. Bu yaxşı hal deyil. Olsun da biz polisimizi, dövlətimizi sevirik. Sevəcəyik də. Ömrü boyu üzlərində müxalifət olubdur, bugün də var, səhər də olacaq. Amma müxalifət də ol, nə olursa o, reallıqdan qaçma. Həqiqətidir. Problemi olduğu kimidir. Amma bu günlərin gelib başı sıxışanda çoxu evdə arvadına gücü çatmayır. Gəl mənim evdən öldürürlər, uşaqların döyür, evdən çıxardırlar, polisə qaçan şəxslər. Telefonun arkasında nələr dönüb şəhərlər yazırlar, çıxışlar edirlər. Mən üzümü tutaraq ölkəmizdə prezidentinə, cənab prezidentimiz, hörmətli nazirimiz, Ləyət müəllim, o deyilənlər boş xülyalardır. Bunu siz də bilirsiniz, biz də vətəndaş kimi bilirik. Biz sizlərə inanırıq. Azərbaycan polisinə eşq olsun. Yaşasın Azərbaycan dövlətimizin əvəz edilməz prezidenti İlham Əliyev cənabları. Yaşasın Azərbaycan polisi, yaşasın Azərbaycan ordusu. Kim istəyirsə Allah onu istəsin, kim istəmirsə Allah öz layığını versin. İnşallah da verəcək. Yaşasın bir də Azərbaycan polisi. Hələlik bu qədər.